çox ciddi bir vəziyyətdir. Heç bir valideynə və heç bir uşaq kardioloqa kardiomiopatiya xəstənin olmasını arzu etmərəm. Niyə? Yəni biz xəstəlikdən qorxmuruq. Tam tərsi bizim işimiz xəstələrə kömək eləmək, sağaltmaq. Ancaq kardiomiopatiya ürək əzələsinin zəifiyyətidir və ürək əzələsi quruluşu normal qırmızı əzələdən fərqlidir və bunların öz-özünə bərpa oranı 30%dir xəstəlik. Ona görə də kardiomiopatiya oluşduysa və qısa zaman ərzində onun üstünə düşürsə biz xəstədən xilas edə bilərik. Ancaq xəstə təəssüf ki, bizə ağırlaşmış vəziyyətdə gəlir, bizə bir problemlə ortaya çıxır. Ona görə də biz artıq gec zaman müdaxilə etmiş oluruq. O zaman da təəssüf ki, istədiyimiz rezonansı əldə eləyə bilmirik. Bu tür problemlər olmasın deyə, yəni hər hansı uşaq ağır infeksiya keçirdiysə, 38 dərəcə yuxarı olduysa, vaxtında uşaq kardioloqa müraciət etməyiniz tövsiyə olunur. Təbii ki, pediatrın tövsiyəsi ilə.